Rusiya hüquq mühafizə orqanları Sankt-Peterburqda Azərbaycanlı qanuni oğru kimi tanınan Yusif Əliyevi saxlayıb. APA-nın yaydığı məlumata görə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə baş idarəsindəki mənbə 54 yaşlı Yusif Əliyevin 2008-ci ildən beynəlxalq axtarışda olduğunu bildirib. Mənbənin sözlərinə görə o, 2 və ya daha çox şəxsin qətli də daxil olmaqla bir sıra ağır cinayətlərdə ittiham olunur. Bildirilir ki, Yusif Əliyev iyunun 9-da səhər saatlarında Sankt-Peterburqun Makarov sahilində yerləşən evlərdən birində saxlanılıb. Kommersant qəzetinin məlumatına görə isə Yusif Əliyev digər ittihamlarla yanaşı cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda da təqsirləndirilir. Bu maddə üzrə onu 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyə bilər. Nəşr yazır ki, 2009-cu ilin martında Yusif Əliyev və daha 3 qanuni oğru Moskvada restoranlardan birində keçirilən kriminal toplantı zamanı hədə-qorxu yolu ilə tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılıblar. Həmin əməliyyat zamanı Yusif Əliyev ilə yanaşı Azərbaycan əsilli kriminal avtoritetlər Qoca Yasamalski kimi tanınan Əlibala Həmidov və Masallı Mamet kimi tanınan Məmməd Hüseynov, eləcə də Gürcüstanda anadan olmuş Teymraz Farayonda saxlanılıb. Məlumata görə Yusif Əliyev saxlanıldıqdan qısa müddət sonra sərbəst buraxılıb və bundan sonra gizlənib.